salamlar. Dostlar, bugün sizin yeni videoyla karşınızdayım. Dostlar, bugün sizden bir yerde 3 ay əvvəl dostlar hesabımı tanıtmışdım və dostlar bugün yani üstüne 3 ay keçib. Allah Allah. Ciddi misin oğlum? Bunun parçasını çəkəcəm, yəni hesabımı tanıtdım videosunu. Və dostlar, zəmanınızı videomuza başlanızdan və like atın. Yəni son attığım video 100-120 like gəldi, 500 təxmini izlənmə. Həqiqi çox azdır. Amma mən bunun belə olacağını həqiqi bilirdim. Bilirdim böyle olacağını. Çünki aktivliyi həqiqi çox olmuşdu. Amma inşallah dostlar 2 işləm video həqiqi əvvəlkindən daha yaxşı olacaq. Ondan sonra siz söz çox uzatmadan videomuza başlayaq. Yəni yenə dediyim üzrə videomuza başlamadan like atıp abunə olun ki 2K olmaq hədəfimiz var. Və dostlar gəlin başlayıram. Ağlımda həddindən artıq çox video fikri var. Yəni inşallah onların hamısını həyata keçirəcəm. Nasip de varsa 2 dənə stokda videom var, onları da atacağım. Yəni 444-dən video çəkmişəm. O biraz keçsin, yəni izlənməmiz artsın, onda onu atacağım inşallah. İndi dostlar gəldi 18K coinimiz var. Bunları yəni hansısa olsa qutu açım edib hələ bunları xərcləmişəm. Hər təzədən yığılıb. İndi bir dənə dostlar boya pasdan aldığımız papağımız var. Belə dostlar yəni belə istəyirsə bunlar göstərim. Yəni məncə həqiqi hər biri bir-birindən qəşəngdir. Və bu da qız üçün olanlardır. İndi bu gözlük deyim, nə deyim, açıqı deyim. Bunu da yine boya pasdan almışdım. Bir dənə Naruto saçı və belə bir dənə haydut maski. Yəni bunun həqiqi seti var, çox qəşəngdir. Gizli ışıltı maski mənim ən xoşladığım maskilərdən biridir. Həqiqi çox qəşəng maski da sənin. İndi belə bir dənə üzüyümüz var, belə bir dənə açıqı. Sən açıqı yemirəm. Açıqı da həqiqi çox qəribə görünür. Əslində pis də öyle o qədər də. Bir dənə də belə. İndi bir dənə dostlar belə üzümüz var, amma maskanı çıxardaq ki üzümüz görünsün. Belədir, yəni bu bir dənədir, amma o qədər pis deyil. Türkçələr deyir, basatın elə bir şeydir. İndi gəldik ən asıl seyir olan setlərə. 30 dənə set var. Birincisi bu boya pas setdim. Bu Naruto, bu haydut üstü var. Həqiqi çox qəşəng setdim. Bu var, eşləyəcəldə bir şey eləmişdim. Yəni eşləyəcələ kahraman olmuşdum, onu da vermişdim. Bu da yenə. Yəni bu da eşləyəcələ kahraman olmuşdum. Yəni bunlar da belədir. Məncə hər biri bir-birindən yenə yaxşıdır, qəşəngdir. Mənim xoşladığımlarına biri də budur. Çox, yəni bu parçayla satılır, amma məncə hamıda olmalıdır. Bu daha doğrusu alması gereken bir setdir. Daha doğrusu üstü. İndi böyle bir dənə bu yenə boya pasını almışdım. Bu Naruto, bu haydut altı. Ve bunlarda belə şalvarlardır. Şalvarlar da yine birbirine yaxşıdılar ve bunlar da qız üçün olanlardır. Sonraki videoda ayakkabılar göstermemiştim ama indi istəyirsə göstərim. Bu ateş böceği avcısı ayakkabıdır. Bu boya pastan almıştım. Bu Naruto üçündür. Bu yine haydut ayakkabısıdır. Güzel ışıltı ayakkabı diye bir ayakkabımız varmış. Yani bunlar belə sürətli keçirəm. Amma məncə bu qəşəngdir. Yəni xoşladıqlarımı deyəcəm. Panda pijaması ayakkabı. Bu da həqiqi çox qəşəngdir görünüşü. mükemmel. Antika savaşçı və bunlardır. Bunu bilmərəm asam almışam. Yəqin boya pasdan almışdım bunu. Və bunlar da belədir və bunlar da qız üçün olanlardır. İndi gəldik əsas seriyadan biri olan ifadələr. İfadələr əslində o qədər yoxdur. Amma yenə də göstəreyim. Belə bir dənə paradoks etkinliyinə görə o vaxt gəlmişdim. Onu da almışdım. Belə bir dənə 3 dənə eşləyəcək kahraman olduqda verilən bir dənə emojimiz var. Məncə bu mən ən çox istifadə edəcəyim emojilərdən biridir. Belə bir dənə merhaba deyə emojimiz varmış. Bu da yaxşıdır. Bunu daşdan almışdım. Və hətta bunun qısa videosunu ikinci kanalda paylaşmışdım. Amma ikinci kanal getdi təəssüf ki. Çünki Cemallər sildilərmi nəsə oldu. Cemallər silmişdim, onu götürmədim, getdi təəssüf ki. Amma eybi yoxdur, az abunə idi, 55 idi. Benim də çalkala yenə bu və bir dənə də belə eşləyəcək kahraman olduqda verilən emoji. Bunlar yoxdur, pozlar da yoxdur. Yetenek görünməsində var idi, hə, deyil bu. Buna bir dənəsi var və biri də gəlmişdi hansınasa. Amma mən onu almadım. İndi koleksiyonlar gəldi. Belə bir dənə çantamız var. Bu klandan alındı. Və bu çıxdı. Mən bunu dostlar 9 elmasa tək attım buna. Həqiqi məncə çox qəşəng çantadır da. Hətta evi kaydını almışdım. Yəni daha doğrusu
Bunu qutu açılımında elə bir çıxartmışdım. Bir dənə belə ateş böcəyi lambası və bunlardır. Məncə yenə hər biri bir-birindən gözəl. İndi bu var. Bir dənə belə yağma qutusu, bir dənə belə, bir dənə də belə. Bu nədir? Tekun. Hə, bu da qəşəngdir. Yəni bunlar da belədir. Yəni yavaş-yavaş baxa bilərsiniz. İndi paraşütlər bunlarda 14 dənə paraşütümüz var. Yəni bu mənim xoşladığım biri budur. Çünki futbola aid olan hər bir şeyi xoşlayıram mən. Yəni daha doğrusu futbol türkçəli şey temalı olan şeylər xoşlayıram. Bu da belə də indi bunlar da tutardı. Onda kaykaylar çeşitlidir. Bunlar kaykay deyil. Nə deyirlər? Hə. Sürüşkən. Hə, bunlardır. Mənim xoşladığım budur. Və bunlar da. Bu da qəşəngdir əslində. Bunu da məncə əslində mən bunu deyil bir sopa nədir Azərbaycanda bilmirəm. Sopa zənn eləmişdim amma bu belə kaykaymış. Sürüşkən daha doğrusu. Və bunlar da var. Və bir dənə də bu mahnıda amma mahnılar o qədər məncə lazım deyil. Yəni bunlar məncə boşdular. Və onları da bitirdik, gəldik araçlara. Araçlarda belə bir dənə dəsənimiz var. İndi motosiklet desəni, belə bir də motosiklet desənimiz var. Həqiqətən bu da çox qəşəng desəndir. Və bu bir dənə də bu. Məncə amma ən yaxşısı budur təbii ki. Belə bir dənə desənimiz var. Bunu yenə yəni asan dostlar bunu indi biz nəyinə alırdıq? Partilə alırdıq. Mən bunu asan alma qaydasını paylaşmışdım. Helal olsun ulan. Bunlardır. Bu zamansa bırakın baxanlar videomuza like atıp abone olsun. Yəni arada bərdədiyim videoda yadınıza salın. Budur, yəni bunlar da məncə qəşəngdir. Bir dənə dostlar bunda var, buna yoxdur və bir dənə də bunda. Yəni bunu da boya pasını almışdım. Məncə əslində o boya pasının ən xoşlandığım biri bu idi ki, yəni buna desən yoxdur bu arada. Daha doğrusu maşına. Amma aldım. Oradan profiller yəni lazımsızdır. Amma bu var bir dənə. 55 dənə bu var, istəyirsə belə yəni eləyirəm, siz özünüz baxa bilərsiniz. Bir dənə də bu. İndi digərlərə baxdıqda isə digərlərdə çox yəni fişlər var, nə bilim. 15 dənə bundan, 4 dənə bundan. Bunlar da yəni yaxşıdırlar da məncə. Yəni başqa heç bir şey yoxdur. Bir dəqiqə, bir də 4 dənə boya pas parçası var. Elə belə basmışdım ki, bəlkə boya pas çıxar amma təbii ki çıxmadı. Şaşırdık mı? Hayır. İndi məncə hamının çox yəni maraqlı gözləri yer olan silahlara gəldi. Silahlarda indi cephaneliklərcə. Yəni burada belə bunlar var. Yəni bunlar hamıya xoş verilir. Bir dənə də bu. Bu qızı üçündür, amma yəni bunlar ondan yaxşıdır. Belə deyim. AK yoxdur. M14-ə yəni bunu da boya pasını almışdım yenə. Mən də burada qəşəng dəsəndim. Grozya bir dənə belə dəsənimiz var. Yəni bu da yaxşıdır. FAMAS desənimiz düz 3 dənə FAMAS desənimiz varmış, amma məncə ən yaxşısı budur yenə. Və başqa, AUGA bir dənə desənimiz varmış belə. Bunu da heç kuşanmamışıq, kuşanaq. Parafal düz 2 dənə desənimiz varmış, amma nə bilim. Bu nəsələ biraz görünüşü daha yaxşıdır, bunu istəyirsə kuşanaq. Yal çapqını bu desənimiz var, yəni buna kutudan tək atmışdım. Yəni bu da yenə desənimizdən desənimiz var. 36-ya bir dənə desənimiz var. Və bu təklərlə qutardıq. Nişancı tüfeğine çeşdim. TFT yoxdur, CVD-yə 2 dənə sənimiz var. Bu 3 dənə sənə yəni elə ən yaxşısı budur. Askakan 3 dənə sənimiz var, biri sürəyəldir. Yəni qalanlar isə sürəsizdir. Bu var. Bir dənə məncə ən yaxşısı elə onsuz da budur. Bu da var, bu da o qədər pis deyil. Yəni yaxşıdır. AC-80, yəni AC-80-də də belə desənimiz var. Hər bir silah desənimiz olması yaxşıdır. Amma elələrində var, yəni yoxdur. Tabii efendim. Məsəl üçün buna yəni var. Məsələn bu 85-də qalır. Yəni mən istəsəm bunu çıxardaram. Daha doğrusu 18K coin verib bunu çıxardaram. İstəyirsə yəni videonu bağlayıb bir dəfə denəyərəm şansımı. Çıxsa qoyaram ekrana. Yəni bir dənə bu sürəsizdir də demək olar ki 85-dədir. Bir dənə də bu. Mən hamam bunu indilik kuşanaq. Bunlarda yoxdur. Hafif maşına tüv UMP bir desənimiz var. Yəni UMP desən olmasa qəşəngdir. MP2 2 dənə desənimiz var, amma bu yəni demək olar ki eyni şeydə bunların nə fərqi var? Ben Oray Bey değilim. Koray Bey. Bu gözlük olmadığı için beni karıştırdı. Bir dənə burası
ağ olur, bir dənə də füsyon bitdi. O qədər fərqi yoxdur onların. P93 desəniz var, amma məncə ən yaxşısı yenə budur. Vektora belə desəniz var, yəni bu da mənim xoşladığım sənələrdən biri, çünki futbola aiddir. Macron belə desəniz var, bir dənə belə. Macron yəni məncə ən yaxşısı desəm budur. Pompalı tüfəklərdən M1014-ə keçdi. M1014-də bu desənimiz var. M7 desənim olmasını istəyərdim, amma təəssüf ki yoxdur. Mag 7 2-dən desənimiz var. Yəni məncə bu 7 cür oynayıcıda belirdi. Bu isə yenə fişdən bir yerdə gəlmişdi və mən bunu almışdım. Hətta videosu da var. Keskin nişan tüfəyinin AVM desənimiz var. Bir də məncə bu AVM desəni yenə yaxşıdır. Yaxşı desəndir. M24-də bu var. Başqa yəni budur. Dediyim üzrə. Başqa yəni bu da yaxşıdır. Amma ən yaxşısı bu da. Təbii ki. Tapancalara gəldik. Tapancalarda belə bir dənə yox, desən yox imiş. Tapancaların isminə desən yoxdur. Abi. Yəni Deagle olması istəyərdim amma. Yaxına 2 dənə tavaya desənimiz var. Yəni bu ən yaxşısı təbii ki budur. Palaya düz 4 dənə desənimiz var. Biri budur. Yəni bu qəşəng həqiqi. Bu da var, bu da var, bu da var. Amma məncə ən yaxşısı budur, çünki bunun görünüşü həqiqi çox qəşəngdir. Bu da yaxşıdır. Amma məncə bu ən yaxşısıdır məndə olanların arasında. Sopa desəni var. Yenə bu. Yəni bunun da kutasının videosu var əslində əlimdə stokda. Onu da çıxartım almışam indi. İndi istəyirsə o videonu da qoyacağam bir həftəyə. Budur. Və bu da var, bu da var. Amma məncə ən yaxşısı yenə budur. Tırpan desənlərə gəldik. Tırpan desəni bu var. Yəni bu tırpan desəni görək tamamladıqda verilir, amma bilmirəm hansı görəv. Amma həqiqi çox görünüşü çox qəşəngdir. Efekt bıçağına 2 dənə desənimiz var. Bunu boya pasını almışdım. Bunu isə pulsuz deyirdim. Amma məncə yəni bunların arasında düzün deyim, bu yaxşıdır. İstəyirsə hətta bunu da kuşanaq. Boya pasları da yaxşıdır, amma ən yaxşısı budur. Yumruq desənimiz yoxdur. El bombalar 9 dənə desənimiz var. Biri budur. Biri bu. Bu yaxşıdır, pis deyil. Bu da yaxşıymış. Və bunlardır. Bunu bilmək istəyərdim. Hə, bu da qəşəngdir. Ən yaxşısı məncə elə budur, buz. Nədir bunun adı? Buz, hə də buz. Buz belə çıxır. Yaxşıdır məncə. Mavuz duvarlara gəldik. Yəni budur. Bu var. Bunu boya pasdan almışdım. Bu var, bir dənə də bu var, amma məncə ən yaxşısı yenə Ronaldo'nun, daha doğrusu bu Ronaldo'nun desənidir duvarların arasında. Əslində bu Ronaldo'nun deyil, biləm 7-ci ilə, daha doğrusu FIFA'nın 7-ci yıl dönümünə özəl gəlmişdi, amma mən bunu 7 nömrə, yəni ən məşhurlaşdığına görə, hətta mən bunu editimdə var ki, hamının bunu belə gördükdə nə olur, mən gördüksə Ronaldo videosu gəlmişdi, yəni məncə mən bunu Ronaldo'nun duvarı kimi baxıram, yəni belə. Məncə bu Ronaldo'nun duvarı 7 var üzərində. Yəni məncə ən yaxşısı var da. Mən də elə insanım, amma bu da yaxşıdır, pis deyil. Digərlərinə gəldiksə bu desən var. Yəni qəşəng desəndir, yəni yaxşı desəndir. Amma yəni bunlar da əslində o qədər lazım silahlar deyil, amma olması da yaxşıdır. Bunların arasında ən çox istifadə olunur mən bilə. Və yəni silahlar da bu qədər oldu. İndi sizə karakterləri də göstərmişsə. Karakterlər bunlardır, yeni. Hətta bunu nəymiş, yəni bu lazımsızdır. Yəni bunlar var. Karakterlərimiz bu qədər. İndi sizə petlər göstərməyəcəm. Üçün bir dənə petimiz var. Bunu da səbəbdir sonra mən oyuna başladıqda. İstəsəm alaram 10 kakoyla. Hətta istəyirsə bir dənəsini alaq. Bu gözün istəyirsə alaq da bir dənəsini. Ya da bura şimdi baxanda yazsın görüm hansı pet alım. Gələn videoda o peti alarım, adını yazın. Gələn videoda o peti alaram. Yəni bir dənə də budur. Yaxşı, əslində bu qəşəngdir. Mən buna adı qoymamışam. Yox, adı yoxdur, amma buna da yəni hansı adı qoymalı istəyirsə yorumlara yaza bilərsiniz. Yəni bu qədər silahlar, hər şey demək olar ki qutardı. İndi isə hesab bir dəfə göstərin belə səviyyəsini. 46 səviyyədə 3466 like var və Qaddar klanıdır. Qaddar klanı olsa özümüzün klanımızdır. Yəni gələ bilərsiniz. Bunu da 5 səviyyə eləməyə çalışırıq. Yəni inşallah bir yerdə edəcəyik. Ondan sonra bu günü bu qədər olsun. Dilən videomu bəyənmişsiniz. Yəni videomu bəyənsiniz, like atıb abunə olmayı unutmayın. Sağ olun, salamat qalın. Həqiqət olsa hər birinizi çox sevirəm.